Bir daha salamlar davam edirik. İkinci mövzu Sayın Doktor Mahmud Əli Çehrəqani ilə bərabər bu söhbəti sizlərə təqdim edəcək. Beləliklə də Vaşinqtondan canlı olaraq sağ olsun dəvətimizi qəbul etdi. Mən bu başdan təşəkkür edirəm Sayın Doktora. Biz verilişin birinci qismətində təxminən ikinci mövzumuz da eyni bağlıdır. Yəni Əli Yunisinin o təhqiramiz ifadəsi ki biz, yəni orada yaşayan, İranda yaşayan, Azərbaycan bölgəsində yaşayan oradakı Azərilər, dırnaqarası onların dili ilə desək ki, Mad qovmindəndir. Bunlar Kürdlərlə yaxın qohumçuluqları var. Sadəcə bir arada bunlar hətta bir-birindən cəngə də daxil olublar. Sonradan münasibətləri yəni düzəliblər. Talış filan və s. Yəni tərkibi qarışıq. Bunların türklərlə heç bir aidiyyəti yoxdur. Yəni orada yaşayan Azərbaycan türklərindən söhbət gedir. Və bu Ruhaninin müavininin dilindən çıxır. Adı etnik məsələlər üzrə müşavirdir və bu şəxs eyni zamanda həm də İranda vəzir ittilaat olub. Yəni İran Xəfiyyə Nazirliyinə başçılıq edən şəxslərdən biridir. Mən keçən dəfə də dedim, onu araşdırmaq lazımdır ki, o dövrü bu qədər ki, nifrət bu adamda türklərə var ki, o müddətdə bu hansı cinayətlər törədib. Görən nə qədər bizim ziyalılarımızı yəni məhv eləyib bu adam, bu şəxs. Ona görə yəni bu özü-özünə bu pərvəndələr də təbii ki düzəldi. Və buradan mən başlamaq istərdim. Sayın Doktor, xoş gördük sizi. Təşəkkür edirəm, mən də sizi xoş gördüm. Səsim gəlirsə mənə xəbər verin, mən o zaman işləriz başlayayım. Bəli, çox məmnun və səsiz də çox gözəl gəlir və mən öncədən təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul elədiniz. Çox sağ olun. Buradan başlayaq Sayın Doktor. Həman bu Əli Yunisinin bu bəyanatından başlayaq ki, mən sizdən biraz öncə hansı millət vəkilləri bu məsələyə, yəni bu etiraz məktubuna o qol çəkmişdi, hansılar qol çəkməmişdi. Bunları təxminən bir müqayisə elədik, millətimizə təqdim etdik. Ona görə bu Yunisinin ümumiyyətlə bu bəyanatının arxasında, bu cür yanaşmasının arxasında sizə görə nələr dayanır və biz bir millət olaraq belə bir durumda, belə bir vəziyyətdə nə etməliyik, yəni bu cür irqi təxribatçıların qarşısında? Çox təşəkkür edirəm. Mən də qarşılıqlı olaraq sizin dəvətinizə görə sizdən təqdir edirəm, təşəkkür edirəm və böyük millətimizə, uca millətimizə və gözəl millətimizə sayğı və sevgi dolu salamlarımı, hörmətlərimi, ehtiramlarımı təqdim edirəm və sizin birinci mövzu ki məqsəd elədiniz, onunla bağlı nəzərimi məmnuniyyətlə, buyurun. Açıqlamağa çalışıram, bəli. Əgər olsa, mən sizə gözəl təqdim elədiniz Yunisini. Yunisi İran rejiminin qurucularından, İran İslam Cumhuriyyətinin qurucularından birisidir. Yunisi Farsdır. Yunisi müxtəlif dövrlərdə, gizli servisdə, xəfiyyədə ki, ittilaat, Türkiye'de mesela deyirlər MİT, ya Azərbaycanda, Quzey Azərbaycanda deyirlər Milli Təhlükəsizlik Nazirliyi, ya bunlara bənzər bir adlar, bunların başında olur. Bu tip yerlərə hər adamı qoymazlar. %100 rejimin inandığı, güvəndiği birisini qoyarlar. Və bu onlardan birisidir. Və bu %100 bir Fars faşisti və rasisti və feministidir. Və qoymuşlar ki, İranda millətləri incələsinlər, diskavur edəsinlər, araşdırsınlar və Allah qoysa onları tapsınlar, bulsunlar, onların haqlarını incələsinlər, araşdırsınlar, təhqiq edəsinlər və hangi haqları verilir, verilmir, bunları məqsəd edəsinlər. Bunlara görə deyil. O gəlib Fars İranda bugün hakim olan Fars şovinist, sömürgəçi və faşist hakimiyyətinin fondasyonun daha bərkisi, qalaların daha bərkisi və o biri etnikləri və millətləri həzm eləsin, ərissin, yox eləsin. 100 il bilirsiniz, bunlar başlayıblar və mən
Tehran Üniversitesi'nin danışgahında ümumi dilçilikçi okuyorduk. Bizim bir profesorumuz vardı. Ben kulak asıram da. Biz öğrenciyiz, danışçıyız. Bu da ustaddı. Ve grup müdürüydü. Grup müdürüydü bu. Yani en üst düzey Fars dilçilerinden birisiydi. Bu deyildi ki biz dünyada elde edilmiş en gelişmiş ve güçlü formülleri İran'da etnislerin ərimesi için, dillerinin məhv için ki, mesela İran, möhkəm İran, bir devlet, bir millet, bir dil, müştərək bir tarih əldə olunsun. Ben de kulak asıram. İşim yoktu. Ve dil çoxları həzm oldu, əridi getdi. Ama bu türkler, demir Azərlər, türklər, ağır zərbə yiyiblər, amma yine müqavimət edir, dayanır ve dirənir. Hər halda çok başınızı arıtmayın. Yunisi bir Türk düşmanıdır. Ben Yunisi'ye önerirəm ki, ey Yunisi, ey alçaq, faşist ve rasist, ey insaniyet düşməni, ey Türk düşməni, sen İran İslam Cumhuriyeti'nin bir bakanısan, bir nazirisən, bir vezirisən, tamam mı? Bu devletin anayasası var. İran'ın kanunu esasisi var. Anayasası var. Orada etniklere ve azınlıklara, milletlere, biz azınlık değiliz. Biz çoğunluk olarak azınlık ile haklarından mehrumuk. Orada onlara bazı haklar verilir. Bu bir. İkincisi, sen bir devletin veziri ve nazirisən ki, o devlet BMT'nin üzvüdür. Orada o devlet bazı konvansiyonlara, bazı deklarasyonlara, bazı beyaniyelere ki insanlarla da insan haklarıyla ve demokrasiyle bağlı sadurluklar olarak imza etti. Orada milletlere self-determination yani öz müqəddəratını əldə etmə haqqı verildi. Ki millətlər, məsələn, Azərbaycanlılar ki 35 milyon nüfusları var, bunların sərhədləri, sınırları bəlli olsun. Bunların bir mərkəzi, başkəndi, Təbriz bəlli olsun. Bunların məhəlli parlamanları olsun. Demokratik üsullarla millət vəkilləri qəsəbələrdən, şəhərlərdən, bölgələrdən seçilsin, gəlsin oraya. Və bunların bir məhəlli dövlətləri olsun ki, eləyə bilsinlər, özlərinin maddi və mənəvi varlıqlarını hifz edib və qorusunlar. Sən bütün haqlardan məhrum edəmsən bu milləti. Ey İran'da hakim olan faşist, rasist, ziddi insani hakimiyyət və dövlət, sən bütün etmişləri, özellikle 40 milyon İran Türklerini ve yine özellikle məxsusən Güney Azerbaycan'ın 35 milyon milletini bütün haklarından məhrum edəmsən ki, hiç bütün formülleri icraya koymuşsan, bütün metotları icraya koymuşsan, bütün yöntemleri icraya koymuşsan ki bu millet özlüğünden, geçmişinden, tarihinden, hüviyetinden, kimliğinden bir cümleyle onun millet eriyen, Türk milleti eriyen bütün unsurlarından uzaklaştırırsan, sen bunu erdik yok ediyesen, sen busan, Allah sana lanet eylesin. Senin o inandığın Allah sana lanet eylesin. Senin o inandığın Allah cehennemi sana nasip eylesin. Sen bu mazlum milleti özün sen koyun sürüsü yerine koymuşsan. Cem zamanlarında, savaş muharebe zamanlarında ey ferzendân-ı gerûr-i Settar Khan, ey ferzendân-ı gerûr-i Bagir Khan, ey filan tahrik elə, yazıq ve məzlum bakiriləri. Bəli, qanları hədər getdi, bəli. Bəli, bunları gətirən Allah qoysa ləşkər, 10 minlik, 12 min nəfərlik ləşkərlər, ordular, artış bölümler, koşun bölümler, təşkil edilən, Azərbaycanlıları cibhəyə sürgülən və mən şahidim, mən özüm cibhədə oldum, mən şahidim, şəhid Qazi Qurdani, şəhid Mədəni Qurdani, bütün
Irak ki 1000 meganlarını yaratmıştı. 1000 meganlar yaratmıştı ve rahat idi ki bu 1000 meganları geçenlerin hamısı çarpıntı olacaklar ve neçə kilometre o yanda çok rahat istirahatteydiler. Həmişə Aşura leşkeri, Azerbaycan'ın koşunu, şehit Bakiriler, onun başında olan şehit Bakiriler ve şehit Medeni Şehit Gazi adında olan kurdanlar həmişə davtələdir, könüllüydü. O 1000 meganlarından rədd olsunlar, tikə parça olsunlar. Ben şahidim, 400 geçirdiler. 7, 8, 10 nefer kalırdı. Bir 20-30 neferde tikə parça olmuş. Yani bacağını, ayağını, elini, kolunu kaybetmiş, elden vermiş, feda etmiş basiciler ve sipahiler kalır. Onların hamısı toprağa bələşirdiler. Tikə parça olup havaya, göğe uçurdular. Bu Azerbaycan, sen bu Azerbaycan'ın hamısan bir kurbanlık koyunu ki hem toyunda hem yasında bunun başını kesilsen ve onu bütün haklarından məhrum eləmişsən, bütün anayasandığının haklarından, bütün imzaladığın ve taahhüt verdiğin Cenev'de ve New York'ta olan BMT'nin konvansiyonlarına ve beyaniyelerin hamısının aleyhine emellemsen ki hiç, orada olan insani ve milli haklarından məhrum eləmişsən ki hiç, sen bütün asimilasyon, eritme, yok etme formüllerinde hamısın icra koymuşsan ki bu milleti eridip yok eləyəsən. Ben Təbriz'de evimde hapsi iken takriben 20 il qabaq dedim ki geldiler Bakıdan mənlə müsahibələrlə gizlicə gecə yarısı geldiler evime jurnalistler ve TV jurnalistleri ve müsahibələrlə dedim ki bu tikə böyük tikədir. Bu lokma Azerbaycan 35 milyon Güney Azerbaycan Türk'ü böyük lokmadır. Sen çok sihsen, sen çok hakirsen, sen çok alçaksan, sen çok zayıfsan ey Fars, şovinist, rasist ve faşist hakimiyeti. Sen bunu udanmayacaksan, sen bunu udanmayacaksan boğazında kalacak ve seni boğup məhv ve bu yakın gelecekte olacaktır. Buna satılmış alçak, pislik Yunisiler hatta kalmazlar. Yunisi sana verirəm ki defol git devletin 100 yıl qabaq senetlerine bak. Bütün senetlerdeki sizin əlizdədir. Devletin senetlerin ki hamısının əlizdədir. Hamısında yazır Türk. Türk, 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 Türkçe. Türk, Türkiye, Türkçe. Ve bu 1936'lardan Stalin milyonlar Türk'ün katili olan Güney ve Kuzey Kafkaslar'da milyonlar Türk'ün katili olan Qaniçən Qəddar ve cehennemi unsur Stalin'in emriyle bütün Türkler ya kovuldu ya öldürüldü. SSR'nin İttihad-ı Cemahiri Şurası'nın yüzler bölgesinden yakatları değişildi. Türk değil, Tatar, Türk değil, Kazak, Türk değil, Kırgız, Türk değil, Karaçay, Türk değil, Türkmen, Türk değil, Özbek ve. Onlar Türk yok. Qəbile ve Tray adlarını koydular. Elə mesela Türk değil, Urmu, Türk değil, Təbrizli. Olmaz böyle bir şey. Orada ve bu yandan Melun Rıza Khan, Melun Xiyabanı'nın katili, Azerbaycan düşmanı, Fars, rasizm ve faşizm ve şovinizminin binasını koyan Quldur Rıza. O Rıza'yı ki, bunun tarihe bakın. Tarihte bu adam Qacar zamanı, genç iken, hatta orta yaş iken, orta yaşlı zamanlarında Hollanda səfirliyində bir at qulluqçusu, qoruqçusu və qəşovçusudur. At qəşovçusu, at hazırlayan Hollanda səfirinə. Onu suvaran, yedirdən, pisliklərini təmizləyən, yəhərləyən və istifadəyə hazırlayan bir alçaq unsurudur. İngilislər gəldiler,
və bunu seçdilər. Və bu da əsas bəynamələrindən birisi türkü, türkçülüğü, türk izini İrandan silmək idi. 100 ildir başlanıb bu. Müvəffəq oldu mu? Olanmadı. Olanmayacaq. Və biz yaxın gələcəkdə bu qəddar və zarif Fars faşizminin qolların qıracağıq, boynunu da sındıracağıq, belini də bükəcəyik. O zamandan başlandı. Azəri adında bir millət yoxdur. Kuzeydə maalesef deyirlər, Azərbaycanlı. Ulan ben de sana soruşmadım ki haralısan. Deyəsən Təbrizli, Bakılı Azərbaycanlı. Ben senden soruşuyorum kimsen? O zaman soruştum kimsen? Türk'em. Dinin Türkçe. Haralısan Azərbaycanlı. Azərbaycan arasından, Bakısından, Sumqayıtından, Gəncəsindən, Şirvanından, Şəkisindən. Şəkiliyəm, Bakılıyam, Azərbaycanlıyam. O yer adıdır. Yer adı millət adı olmaz. Heç kimsenin hakkı yoktur. Tarih bunu bağışlamayacak. Türk millətdən bunu bağışlamayacak. Türkiye'de dəfələr imparatorluq kurmuş bir milleti. Milletin adını ve onun dilinin adını değişe. Biz halis ve muhlus, dünyanın heç yerinde yoktur. Güney Azərbaycanda %100 halis ve muhlus. İçimizde böyle %1 de yoktur. Minde bir var. Danmamalıyıq. Neçə min nəfər Asorudan, Ermənidən, içimizdə mümkündür, Təbrizdə, Urmuda vardılar. Hamısı halis ve muhlus Oğuz Kağanın, Alparslanların, Çağırların, Tuğrulların nəvələri, torunları ve evlatlarıyıq. Biz Oğuz Türküyük ve Türkçük. Dilimiz de Türkçedir. Her halde burada bir ben elin mesela işare edeyim. O da budur ki bir dilçilikte bir kanun okuduk. Ve o zaman dediler ki bunu öğrenin. Bunun adı Universal Rules'dur. Universal Rules yani cehani kaide. O neydi? Hiç kimsenin bir millete ve onun diline ad koymaya hakkı yoktu. Gedin en ucgar, en uzak düşmüş derelere, dağlara, kətlərə ki, məsələn 15 ev yaşayır. Əslən mədəniyyətlə, təməddünlə, yeni dünyayla irtibatları yoxdur. Orada ki, öz 15 evli, 100 nəfər nüfuslu məncələsindən çıxmayıb ondan soruşun. Sən kimsən? Buyurun gedin. Mən Şəbislərin və Təsucun Çehrəqanındanam. O məntəqədə Qırmansaraya qədər Topçu, Qızılca, Çeşməkülan bunlar kətlərdir. Çehrəqan, Əmirstəcə, Qoşacan, Təsul, ta Şəbistlər. Rahnimay təlimatı oldum, bazirəs oldum. Şəbistədən Təbrizə. Yüzlər kəndi mən gəzdim, dolandım. Oradan Tehran'da oldum. Tehran'ın şəhərlərində oldum. Şahit Bəzimində, Təbrizin oldum. Şimiyanında oldum. Sonra Spadanış edim, Əskər müəllim edim. Əhərdə oldum. Kələklərin dağ başında, Babək qalasının ətəyində Zərihan yazılan, Ziryan deyilən kətdə oldum. Mən oradan soruşdum. Gördüm bütün paltarları, qədim Türk paltarlarıdır. Oğuz Türkünün paltarlarıdır. Evlərində saz asılıdır. Və dedim siz kimsiz? Türkük. Diliniz nədir? Türkçe. Ne okuyarsınız? Türkü. Mən halis ve muhlus, erimemiş, mangurtlaşmamış, negatif ve menfi asimilasyona eritmeye maruz kalmamış ilk milletimizi Muğamlarda, Qaradağlarda, Əhərlərdə, Kələkbərdə gördüm. Ona göre biz Ziryanla Xidmətçilərin, Kələkbərin tarihi var. Kələkbər biraz daha negatif asimilasyona maruz qalmış. Gəlirsən Əhər neçə faiz çox Kələkbərdən negatif və mənfi sömürgəçiliyə və asimilasyona maruz qalmış. Gəlin Təbrizə daha yüzdəsinin çox alır. Yəni nə qədər Fars faşizminin önündə olmuşuq, Fars faşizminin üstümüzdə bizi zəhərləyib, bizi asimilasyona maruz qoyub,
o kadar ağır zərb almışıq. Ama ne kadar Fars'ın bu murdar, Fars yok, Fars faşizminin. Bizim Fars milletine işimiz yoktu. Bizim Fars rasistiyle, komünistiyle, faşistiyle vardı. Ne kadar ayağı bizim mentekelerimize yetişmeyip değil, orada %100 Oğuz Türk'ü, Türk geleneği, tarihi, kimliği, hüviyyeti, adab, sünen, ənənə, müzik, her şey orada bir kalıptı. Geçsin bu Yunus'u, tarih sənətləri vərəq vursun. Biz bilirik bunlar vərəq vurublar, bilirlər, her şeyi bilirlər. Bir də dəf olsunlar, murdar ərəyaqların bizden çəksinlər. Ulan biz Amazon'da yeni tapılmış bir tribe değiliz. Biz Afrika'nın meşelerinde tapılmış yeni bir qəbilə və tribe değiliz ki, Yunus'u kimin pislikler ve alçaklar bize ad koyar. Bizim adımızı Türk Tanrı dağlarında koydu. Türk adını bize Türk Tanrımız Tanrı dağlarında verdi. Hiç kimse Yunus Bey kimdi? Bir çivindi, bir milçekti, bir mırmınadı. Bunlar hiçbir şey değiller. Türk Tanrı'nın Tanrı dağlarında, Altaylarda bize verdiği Türk adını, dilimize verdiği Türkçe adını alabilmeyecekler. Məxbətinizdəyəm. Buyurun. Təşəkkürlər Sayın Doktor bəy, çox təşəkkürlər. Mən icazənizlə çox qısa bir video təqdim edəcəyik tamaşaçılarımıza. Əgər imkan olsa siz də baxa bilsəz çox yaxşı olar. Sonra bu barədə, yəni sizə müraciət edəcəyik, ruhani səfəri ilə bağlıdır. Buyurun, bərabər həman videodan ki, orada mən qısa yenə bir açıqlama verim bu barədə ki, Ruhaninin neçə gün bundan öncə Təbriz səfərində Azərbaycan milli geyimində olan rəqsinə icazə vermədilər. Onun əvəzində Kürd, yəni paltarında, geyimində gətirdilər Təbrizdə ki, bir rəqs bərnaməsi qoysunlar ora. Düzdür, millət qəbul etmədi, vurdular oranı, dağıtdılar. O olaydan bəzi səhnələr sizə göstəririk. Buyurun, bərabər seyr edək. Bura bizim şəhərimizin abırısıdır. Mən deyirəm bizim Azərbaycan giyinişimiz odur. Əgər o müşküldür, ben niyə kendimi Pəs siz icazə vermişsiniz daha oynasınlar. Sizdən imkanı yox. Amma hangi hesab qoymaq? Amma ki, amma həkimlərdə Aferin için. Maşallah. Yaman ne mi? Oyna. 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 Sağ ol. Buralarla paş sağda altı yarım. Yaşasın! Yaşasın! Yaşasın!
Kardeş açılın Geyber Hanım'la da yansınlar. Açılmalıdır. Açıl kardeş. Koy hanımlara bak. Çakin kardeş. Sağda kardeş. Buyurun. Azerbaycan! 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 Topraktan pay olmaz! Azerbaycan! Topraktan pay olmaz! Topraktan pay olmaz! Kürdistan olmaz! Topraktan pay olmaz! Bura Kürdistan olmaz! Topraktan pay olmaz! Bura Kürdistan olmaz! Bura Kürdistan olmaz! Topraktan pay olmaz! Bura Kürdistan olmaz! Topraktan pay olmaz! Mən öncə bu video haqqında qısa bir açıqlama vermək istərdim. Sonra sayın doktora təbii ki söz verəcək, ondan eşidəcək. Bu video Ruhaninin Təbrizə gəldiyi zaman Kürdləri milli geyimdə onun qarşısına çıxartdılar ki, orada rəqs eləsin Azərbaycan adına, Azərbaycan milli, yəni rəqsi kimi və millət orada etiraz etmişdi, qoymamışdılar, vurub o səhnəni dağıtmışdılar. Daha sonra bir etiraz olaraq Ruhaninin ümumiyyətlə o səfərlə bağlı bir də orada da elan etdiyi kimi Park Laliyə yığışıb milli geyimdə rəqs eləmək istəyirdilər ki, gördünüz, məmurlar müdaxilə edir. Yerli məmurlar, insanı narahat edən budur. Yerli məmurlar gəldi müdaxilə elədi ki, o milli geyimdə olan adamı tutub çəkib aparsın ki, yenə cavanlar müdaxilə etdi, məmurları oradan quvaladılar və öz rəqsləri və şüarlarını orada çatdırdılar ki, Azərbaycan, yəni buradan Kürdistana pay ola bilməz. Bizi çox ciddi bir məsələdir, əziz seyircilərimiz. Çox bu ciddi məsələdir. Lütfən bu məsələni diqqətə alın. Ruhani qayıdandan sonra öz Instagramında bir video yayır. Həman o səhnə ki, orada Kürdlər gəlib. Çünki oradan 2-3 yəni, dəqiqəlik bir video var. Mən yayıb heç təbliğ eləmək istəmirəm. Video var ki, o 2-3 dəqiqəlik video, ondan sonraki vurub bunları dağıdırlar, qoymurlar. Həmin o səhnənin çəkilişini gətirib Ruhani qayıdandan sonra Tehrana, Instagramında onu qoyub və yazıb ki, Azərbaycan şərqinin milli rəqsi, rəqsi milli Azərbaycan şərqi. Və bu necə bizi narahat eləyə bilməz bu məsələ? Biz qəbul eləyirik ki, Ruhani əliboş gəldi. Ruhani bilir ki, ora gələnlər danışamuzlar idi. Onun qarşısına çıxanları ayrı şəhərlərdən gətirmişdilər. Təbriz orada iştirak eləmədi. Ruhani bilir ki, o təhqir olundu, yəni növbəti təhqir. Çünki o şüvarlar ki, Ruhani müqabilində deyəcəkdilər, Ruhani traktor şüvarları verirdilər. Ruhani onları eşidirdi danışa-danışa. Ona görə də bir rəisi cumhurun bu qədər nifrəti, bu inanılmazdı. Keçən dəfə dedim, vaxtilə Rəfsəncani gəldi, Təbrizin boş xiyabanlı küçəsini gəzdi ki, bir nəfər onu qarşılamadı və sonra getdi tamamilə elə, yəni proyektlər, sujələr hazırladı ki, Azərbaycan üçün bugün də biz onun əziyyətini çəkirik. O sədd vurmalar, Urmu gölünün nə bilim quruması filan hamısı onun siyasəti idi. Amma indi bu da gəlib o millətin onu elə qarşılamasının cavabını
o formada vermək həqiqətən bir millətə tohindir. Yerli məsullar necə bu vicdanları bunu qəbul edir və belə səhnələri görüb bunlar həmkarçılıq eləyirlər bu tipli yəni şəxslərlə filan. Ona görə mən istərdim ki, Sayın Doktor Çehrəqani bəydən bu məsələyə münasibət bildirsin. Sayın Doktor, Ruhaninin bu əməlini, yəni mən bilmirəm əməl adlandıraq, nə deyək, həqiqətən mən çaşıb qalmışam. Yəni, hər halda siz bəyək qeyd elədiniz, dediniz, cəbhəyə gələndə, cəngə gələndə Azərbaycan İranın başı olur və min cür yəni fitnə ilə təbliğat eləyib insanları qırğına aparırlar və apardılar da. Amma haqqımıza gələndə Qərbi Azərbaycan başqa bir problem ki, o problemin içində qalmışdı. Təbriz adam Cumhurbaşqanlığı səviyyəsində gəlir Təbrizdə o fitnənin toxumu, o toxumu yəni əkdi o. Və bunu yığışdırmaq və bu barədə biraz o qədər də asan iş olmayacaq. Düzdür, millətimiz, cavanlarımız səhnədə lazımi cavablarını verdilər. Amma niyə dövlət başçısı kimi belə bir hərəkət eləsin və bu hərəkətin qabağında biz bir millət olaraq görəvimiz nədir? Nə etməliyik ta ən azından bunlar belə şeylər təkrarlanmasın? Buyurun lütfən. Çox təşəkkür edirəm. Cavab bəy, bildiyiniz kimi böyüklərimiz, babalarımız, analarımız, geçmişdə olan şəxsiyyətlərimiz gözəl şeirlər, gözəl cümlələr bəyan ediblər. Biz də istifadə etməyik onlardan. Onların birisi budur. Çox gözəl bir cümlədir. Bəlkə Məhəmməd Akifin gibi. Sahipsiz vətənin batması haqdır. Bunu biz bütün mən milliyyətçi hərəkətlərdən istəyirəm ki, milliyyətçi hərəkətçilərimizdən içəridə, Güney Azərbaycanımızda istəyirəm ki, bunu bir sırğa kimi, bunu bir boyunbağı kimi ya bir kiçik tablo böyük xəttinə yazdırsınlar, vursunlar duvarlarına, bassınlar duvarlarına. Sahipsiz vətənin batması haqdır. Bu bir. Nə qədər yadıma gəlir deyəcək. 2. Ruhlanmış millətlər, uyumuş millətlər. 2 sonuç, 2 nəticə var. Bunlar gözlürü. Cavad qardaş. Uyumuş veya yuxlamış millətlərin sonu 2 türdür, 2 cürdür. 1. Ya ölərlər, və biz oxuduq dilçilikdə. Bunlara deyirlər, dillərinə dead languages, dead language, ölü diller və dead nations, ölü millətlər. Ya şöyle olarak uyanarlar. Ey büyük millət, vətənivi, toprağı sahipsiz, yiyəsiz bırakma. 2. Uyuma, yatma. Təhcə, mən özümü deyirəm. Mən bir heyvan kimi qarnımı doyurum və qarnımı doyurmaq yəni inək kimi fərz buyurum. Mən özümü deyirəm. Ey Çehrəqani, ey Mahmud, təhcə bir inək kimi, ya bir kuzu kimi, bir koyun kimi qarnımı doldurmaq fikrində olma. Sənin vətənin var. Vətəninin sərhədləri, sınırları var. Sənin toprağın var. Toprak namustur. Toprak elə bir namustur ki, adı ulusal namustur. Adı milli namustur. O namusa özel namuslar qurban. Bakın Türkiye'de Kurtuluş Savaşı'na kızlarımız, analarımız, bacılarımız təhdiyə, təcavüze de maruz kaldılar. Ama toprak ve vətən ki milli namusdur, onun uğrunda maruz kaldılar. Onun uğrunda özel namuslarına bile təhdi ve təcavüz olundu bəzən. Ama milli namusu kurtardılar. Canların, varlıkların, var yokların, özel varlıkların, kan ve canların, kızların ve oğulların, ataların ve anaların feda etmekle vətəni ve milleti kurtardılar. Deyir ki, eğer bəhs mevzusu vətəndirsə, qalanı təfərrüattır, fər'iyyatdır. Əsas vətəndir, topraktır ve millettir ve o milletin milli varlığıdır. Ve milli varlık ikiye bölünür.
mənəvi varlıq ki, onun inancısı, ideolojisi, tarixi, hüviyyəti, onu millət edən unsurlar, musiqisi və folkloru və yazılı və ya şifahi həman folklor ədəbiyyatıdır və maddi varlığıdır. Onun yeraltı qaynaqlarıdır ki, faşizm bunları çalır, çapır, dağıdır. Əgər unutmasam, mən bu mövzulara da işarə edəcəyim. Baxınız, bu iki məsələ. Bəs yuxlamış millətlərin sonu iki yerə müntəhi olur, varır. Bir, ya ölürlər, olurlar ölü dil sahibi olan ölü millətlər və ya qul və kölə olaraq. Maalesef biz bu günləri az qalırıq belə olaq. Bizim bütün böyük, baxınız, idman sayəsində futbolistlərimizə baxın, bizim hərəkətin də ziddidirlər. Uyanış hərəkatının da belə ziddidirlər. Millətimizin yüksəlişi, dirçəlişi və uyanışı ilə ziddidirlər. Millət qalxır haqqın tələb eləməyə, bu durur faşizmin yanında. Bilinlər, mən demişdim, çox güvənməyin, inanmayın, bəlkə də Jurnalistikdən demişdim, ya Amerikan səs radyosundan, ya hər ikisindən. Aynen Türk xidməti vəzirliyim parlamenda, məclisdə Türk nümayəndələri toplanıblar, bir konsey, bir komitə, bir qrup yaradıblar. Bunlar mən o zaman dedim, hamısı ən yaxşıları cihad küllü müdürləridir. Hamısı itilaat küllü müdürləridir. Hamısı rəhmi olmayan, insafı olmayan sipahın baş komandanları, üst düzey, yuxarı dərəcə hərmandehləri. Bunlar Vəli-i Fəqihin, Ayətullah Xamneyinin kölələridir, qullarıdır. Ayaqlarından, topuqlarından ötməyə sətədüzlənlərdirlər. Təbəssük buyuruz bunlara vətən və millət və o millətin milli varlığı mənəvi və maddi varlığı mətlət deyil. Bir Urmucölün qurudan bunlar özləridir. Təhqiqat içi aparılıbdır, yetişilib bu nəticəyə. Muharibədən və savaşdan və cəngdən sonra ki bu komandanlar, sipah və cəhat küllü müdürləri və həmhətərmandikləri qayıdırlar, bir aləm torpaqla yer alıblar, bir aləm dərin quyular vurublar və Urmucölünə axan suların %90'ını öz Allah qırısa əknəcəklərinə bağ, baxça, bostan və cəvizlik, badamlıq, küstəlik, hər nə meyvəlik alanlara, məntəqələrə irayət ediblər və ona görə Urmucölü bu günə qalıbdır. Ey böyük millət, ey gözəl millət, ey Azərbaycanın Türk milləti, sahipsiz vətənin batması haqdır. Vətənimə sahib çıxmasa batacaqdır, əlindən alınacaqdır. Yuxlasan, öləcəksən. Mən bu günlər baxıram sosial medyaya. Təbriz Şəhər Şurasından bir utanmaz bir üyə danışır. Allah Allah. Az qaram səhv edib ölən. Olan bu Türkçe danışır. Mən Təbrizdə universitet danışqah müavini olmuşam. Bizim belə konferanslarımız, seminerlarımız, toplantılarımız Türkçe olurdu. Türkçe grameri ilə danışırdı. Hani demirdik danışqahı Təbriz. Bir Təbriz danışqahı. Demirdik fərmandahı Təbriz. Bir Təbriz fərmandarlığı. Mən bu danışıqları anlayamadım. 100 kəlməsini 95'i Ərəbcə, Farscadır. Allah sənə lənət edəsin. Alçaq bir insanın hüviyyətidir. Bir insanın insanı eləyən unsurlarının başındadır. Bir namusdur, bir şərəfdir. Bu özə milli namusdur. Milli şərəfin başındadır. Milli namusun ən üstə olan unsurudur. Dilin qorumayan namusun qorumur. Dilin satan namusun satır. Dilin satan şərəfin və heysiyyətin satır. Adam kimi danış. O Təbriz dili deyil. 10 kəlmədir ki bir cümlə olur. 9'u Ərəbcə, Farscadır. Ulan sən kimi sərimisən alçaq, satılmış pislik. Sən kimi sərimisən?
Ey millət qalx ayağa. Oyan böyük millət. Oyan gözəl millət. Ey Şah İsmailləri təqdim edən millət. Ey Nadir Şahları, Rusu titrədən Nadir Şahı doğan və bəstəyən millət. Ey Ahməd xan Qacarları doğan və bəstəyən millət. Ey Abbas Mirzələri doğan və bəstəyən millət. Və bunlara tay onlar qəhrəmanı doğan, bəstəyən, tərbiyə edən və hakimiyyətə çatdıran və dev dövlətlər quran, Hindistanı titrədən, Rusu titrədən və Osmanlını barışmağa məcbur edən Nadir Şah kimi dev insanları doğan və bəstəyən böyük millət. Sən dünyanın ən öndə gedən 3-5-10 millətinin birisən, bəlkə də üçünün içindəsən. Çünki o zaman ki Təbriz vardı, Paris danışılmırdı, yoxudu. Ya əslən məkrəh deyildi. Berlin məkrəh deyildi. London məkrəh deyildi. New York məkrəh deyildi. Bugün Təbriz bir başına toz və kül ələnmiş, yas tutmuş bir məntəqəyə çevirdi. Elə ki, xain Ələkbər Haşimi Rəfsəncani ki, gəldi Təbrizə, gəlirdi Təbrizə, uçaq yenmədən ki, Təbrizi görür, deyir ki, inca bir روستای بزرگ است. شبیه قصبه بزرگی است Təbriz. Təbriz bir böyük kənddir. Türkiyəlilərin dediyi şək yox ha. Bizim dediyimiz şək. Yəni Çeyləqan tarih. Çeyləqandan biraz böyük. Yəni kiçik, təhqiyamiz, eqalətamiz, təhqiyamiz, alçadıcı və təhqir edici bir ifadə ilə Təbrizdə bağlı danışır. Ona görə bir daha deyirəm. Ey yüce millət, ey uca millət, ey böyük millət, ey dev millət, ey dünyanı titrədən və onda dev dövlətlər və dev hakimiyyətlər quran və dünyanı və bütün əsasında olan onlar millətlərini ki, ədalətlə idarə edən böyük millət. Sahipsiz vətənin batması haqdır. 2. Uyusan, yuxlasan, millət yuxlasa, bilirsiniz, burada icazə verin, mən bunu deyim. Mənə birisi yazmışdı ki, bu çöhrəqanlıq utanmır, həyələmir. Yox, oxuyuram mən yazısın, deyib bura bax, bir təşkilat qoyubdu, adını qoyub hərəkət. Güney Azərbaycan Milli Uyanış Hərəkat. Qadavalım səni. Başına dönüm Təbrizli qardaşım, sən mənə bu toğun eləmişsən. İşqalı yoxdur. Xəbərim var ki, Güney Azərbaycan Milli Hərəkatı nə zaman quruldu? O, Təbrizdə seçkilərdən sonra 1996-da 5 il, bu da 18, 23 il öncə o Şahgörü yolunda olan bir başqulağı topraqlı müəllimin evində quruldu. Çaldım, çıxdım, biz Güneyliyik, Şəbistər. Güney, Mişovun güneyində, quzeyində Mərək Turpa var. Güney Azərbaycan. Güney Azərbaycan ulusal, Güney Azərbaycan Milli Hərəkatı. O gün Təbrizdə, o evdə quruldu. Millətin köləsi, qulu, kiçik bir əskərinin evində quruldu. Buna bütün hərəkətçilər Təbrizdə, Təbrizin Baharı, Hökməvarı, Mənbey, Xəllabad, Sərdəri, Ülxıçı, Xosrovşah, bütün elmli hərəkətlərdən hamısı buna şahiddirlər. Məndən sonra Bakıda 2000, yəni onu biz qurduq, amma Bakıda milyonlar tirajla 96-dan gedir Çöhrəqanlı hərəkatı, Xiyabani hərəkatı, Pişələri hərəkatı, Şərəfmədarı hərəkatı, Xiyabandan qabaq Səttərxan hərəkatı və ən sonu Çöhrəqanlı hərəkatı. Olmuşam məndə Çehrəqanlı olur, Çöhrəqanlı Bakıda. Bunlara buyurun, baxın geçmişimizdə. Və məndən soruşdular ki, hərəkətinizin adı nədir? Bunda dedim, Güney Azərbaycan Milli Hərəkatıdır. Dedilər ki, necə yəni Güney Azərbaycan Milli Hərəkatı? Bunda bir kəlmə əskikdir. Dedim, necə əskikdir? Dedilər ki, bizimkində azadlıq hərəkatıydı. Dedim, nə yazıq ki, maalesef ki, təəssüflər ki, bizim millətimiz zəhərləyiblər. Xəbis və alçaq düşmənimiz Fars rasismi
şovinizmi və faşizmi millətimizi elə zəhərləyib ki, Səttarxanı Ətabək bağında Yetrimxan ermənilər öldürdü, pasları öldürdü, Səttarxanın silahdaşları öldürdülər, Xiyabanını, Davamız Səltənət, Təbrizdə Rıza xanın əmri ilə öldürdülər, pişələrini götürdülər, Bakıda öldürdülər və 30.000 ordumuzu Zəncanda, Qafqan dağlarında, Miyanalarda, Təbrizlərdə, Güney Azərbaycanın hər yerində hər kimsə 1945-46'larda milli hərəkətdə var idi, milli hükümətdə var idi, Azərbaycanı sevər idi, Azərbaycancıydı, Türkçüydü, milliyyətçiydi, pişələrinin qurduğu milli hükümətdə var idi, onların hamısın Rıza xanın oğlu Məhəmməd Rıza'nın əmri ilə Təbrizdə və bütün iyalətlərdə, vilayətlərdə və ölkələrdə məhv edib adam apardılar. 1946'larda Təbrizdə qanonlarda su yerine qan axırdı. Minlər Təbrizlini, Ərdəbillini, Zəncanlını, Urmiyyəlini, Rızaxandan sonra, o qatil zəllatdan sonra oğlu Məhəmməd Rıza öldürdülər, astılar, kəsdilər. Minləri zindanlara düşdü, 10 minləri qaçqın düşdü, köçdülər, köçməyə məcbur qaldılar. Sığınmağa məcbur qaldılar. Bir dərs icazə verin, mən... Buyurun. Ey millət, uyan, görürsən Səttarxanovi Atabək bağında Yetrimxan erməni Tehranın o zaman 1911'lərdə 1911-13'lərdə Allah qorusa əmniyyət müdürüdür. Yəni müdür-i kulli məsələ əmniyyətdir Tehranda. O Səttarxan, o Xiyabani, o pişələri, rəhmətli şərəfmədarı, o şərəfmədarı ki Xümeyni'nin edamının qarşısını aldı. O zaman şah zamanında bir kanun vardı. Ayetullah-ı Uzma olanın edamı qeyri-mümkünüdür. Ayetullah şərəfmədarı ona təydiyə verdi ki bu Ayetullah-ı Uzmadır və edamının qabağını aldı. Hemen Ayetullah Xümeyni döndü, ilk kişi nə deyir şərəfmədardan? Ya qadınları mənim. Deyirdi ki Azərbaycanla bağlı bizi də hesaba qoyun. Azərbaycanla bağlı bizə qərar vermə, təsmim tutma haqqı verin. Onu da odur sözü bilirsiniz. Nələr etdilər başına və öldürüb aradan apardılar. 100 ildir, böyük millət. 100 ildən geçti. 1905-6'dan başlayıb bu zülüm. Və bugün 2018'dir. 110 ili də aşdı. Böyük millət. Vətəni yiyəsiz, sahipsiz bırakma. Sahibinin bakması haktır. Uyumuş, yuklamış milletlerin sonucu dillerinin ölmesi ve özlerinin de yok olmasıdır. Bugün bakın, mesela Lullu metverz edeyim. Çoklu milletler var mı tekamüzde? Sümeyler mesela, Sümeyler. Düğünleri Sümer dilinden bazı lügatler kalıptı. Onlar da Türklerin babalarıdılar. Her olsun. Mən ayrı məsələ, bir yolda işarə edeyim. Buyurun. Ey böyük millət, ey böyük millət, ey əziz millət, qadavalı, qan olum sənə, qan və can verməliyik. Dedik, o millətlər, büyünləri, özlərinə hakimdilər ki, o millətlər öz müqəddəratın büyününə əldə ediblər ki, o millətlər büyünləri qururla yaşayırlar ki, o millətlər dövlət qurublar ki, bakınız bu iki beyte, iki misrədir. Bir beyt, iki misrə. Bayrakları, bayrak yapan üstündeki kandır. Bayrakları bayrak yapan üstündeki kandır. O minlər gəncin, fədayının, toprak, vətən qurtaran fədayının, millət, milli namus, milli şərəf, milli varlıq, maddi mənəvi, onu istismardan ve istimardan ve Fars sömürgeciliğinden kurtaran düğünleri gençlerin kanıyla yoğrulmuştur bayraklar. Bayrağın senin başında Fars bayrağı değil. Öz bayrağın eğer kazanırsa, eğer esilse onu bayrak yapan üstündeki o
yiğitlərin, fədailərin qanıdır. Topraq uğrunda ölən varsa vətəndir. Topraq uğrunda, yolunda ölən varsa vətəndir. Uğrunda ölməzsən, nə olar? Həmədan getdi. 90 ildir. Həmədan getdi. Mən Tehran'dan gəldim Təbrizə, yendik Zəmzəmə çay içməyə. Bilmirdim mən o zaman. Dedim ki, şuş olsun Azərbaycan ayağımız çatdı. Nə dedi gəlfəçi? Deyil, bura Azərbaycan deyil, bura Zəncandır. Azərbaycan dünyadan başlayır. O Zəncan işi, biz gənc idik, biz gənc idik. Ərdəbil və Miyana kimin, bugün Mərava və Miyana kimin Şərqi Azərbaycanın bir bölgəsi və şəhəri idi. O əldən o gedər, adı Zəncan qoyurlar. Ərdəbil ki, qalanı da adı qoyulsun Azərbaycan Şərqi, Şərqi Azərbaycan və Təbriz və Quməsi olsun Mərkəzi Azərbaycan. Yine Kürt düşmanları, Azərbaycan qatilləri, Azərbaycanın məhv olmasına and içmiş Fars faşistləri, Zəncan kimi Şərqi Azərbaycanın adını qoymadılar Ərdəbil məntəqəsinə. Qoydular Ərdəbil. Ki, o da yavaş-yavaş unudulsun, sabahlar biri Ərdəbilə desə ki, şuş olsun yetişdik Azərbaycana, desin, bu Azərbaycan da, bu Ərdəbildir. Bakın görün, ne idilər? Bakınız, Sonborlar, Sonbor, Kızıl Mədenləri. Siz hangi istetin üstündədir? Hangi ustanın üstündədir? Kirmanşah, Qorva Kızıl Mədenləri olan %100 bir şəhristandır. Böyük bir şəhərdir. %100 Türkdülər. Siz Haran üstündədir. Kürdistan veya Kirmanşah. Evet, buyursun. Büyünləri. Xidməti vəz edeyim. O şəhərin adı nədir? Tikantepe. Adını qoyublar. Pikap. Büyünləri %60'ı Kürt olun yavaş-yavaş. Bir bakın o şəhərin 50 öncəsinə. Cavad bəy, icazə ilə biraz burada dayanın. Mən Urmiyədəydim. Mən 1300 yoxuydum Məlağada. Gəlmişdik tətilatın yayda Çəkəqana. Familimiz vardı Urmiyədə. Getdim 2 ay qaldım Urmiyədə. Özdə yaşım 16. O zaman Urmiyədə mən gördüm ki saatdə bir oturmuşduq biz terin qabağında. Saatdə bir mən görməmişdim ömrümdə. Bəzi adamlar rədd olur, başları şəlməli, sarmalı. Dedim, bunlar kimdirlər? Mən də yeni yetməyəm, bilmirəm, görməmişəm. Dedilər, Kürtdülər. Saatdə bir nəfər görsənirdi. Mənim marağımı cəlb elədi. Dedim, bunlar kimdir, hardan gəliblər? Dedi də bu tərəfdə Qərbi Azərbaycanın daha da batı bölgəsi Kürtlər olurlar. Sənəndəz filan diyor. Dedim, nə qədər burada? Urmiyən, nə qədər əndə bunlar? Dedilər, %2 və 3. Şərəf və namusun üzərine and içirəm. %2 və 3 hüdudunda vardılar. Bilirsiniz büyünlər nə qədər vardılar? %30'a varıblar. Və göndərdikləri vali. Ey Urmiyə! Sahipsi vətənin atması haqdır. Urmiyəyə sahib çıx ki lan. Sən nədir izin verərsən? Bir Kürt gəlib büyünləri Urmiyələrə ustandar. Acığım gəlməsin. İhsas-ı heqanət eləmə. Büyün Təbrizə o alçağı göndərə bilməzlər. Təbrizli buna icazə verməz ki, büyün Təbrizdə Kürt ustandarı valisi hakim olar. Ona izin vermə. Kötülü xiyalana deyin ki, ustandar dağır buradan. Biz vali istirik, ustandar istirik, öz milletimizde. Türk olmasını istirik. Türk bir vali və ustandar istirik. O yüzden kardeş, ünləri, bakın siz Çantepe'nin vəzinə, %60 Kürt, Urmiyə, %30 Kürt. Bizə, mənim qardaşım adı məndən böyük, qardaşım adı səndir. Mən yine yaşım 18-19, xidmətə hazırlaşıram, mən də sipahi danış əskər mənədə.
mənim qardaşım Sipahadanış əsgər müəllim, hada Bicarda, Həsənabadda, Bicarın mərkəzi Həsənabadda. Mən getdim oraya. Qardaş, Bicarda, Həsənabad hamısı Türkdür. Sən nədir bunu ayırarsan, verərsən Kürdistana? Ya bu millət ölüb mü? Ölmüşük mü? Gözlərimiz görmür mü? Beynimiz sezmir mi? Anlamır mı? Dərk edəmir mi? Bicar mənim parmaqlarımdır. Bicar Azərbaycanın qollarının, əllərinin, parmaqlarının bir parçasıdır. Sən nədir bunu ayırarsan Bicarı? Azərbaycandan verərsən Kürdistana. Burdanı verərsən Kürdistan Şirvanşaha. Sonquru verərsən Şirvanşah Kürdistana. Və baxınız tarixə, buyurun baxın lütfen. Tarix gerçeklerin aynasıdır. Anlam olmaz. Ceylan Azerbaycan'ın bir parçasıdır. Bakın 50 yıl, 60 yıl önceye araştırın bakın. Her evde oğullarız, kızlarız var. Menden savadlı, menden məlumatlı, menden bilgili. İnternetten tarih kitaplarına bakın. Ceylan Azerbaycan'ın bir parçasıdır. Günleri əllərimizi udub, sanki bedenimize bir xəstəlik, bir noxoşluq düşüb ki, bizim bedenimizi yiyir, dırnaqlarımızı yiyir, parmaklarımızın bəndiləri yiyir, bu birisi bəndi yiyir. Yok olur, əllərimiz yok olur, qollarımız yok olur. Bunun sonu vətənin yok olmasıdır. Buna icazə verəməliyik. Təvəccüh buyurursan, günləri ənizləri gedib və mən, dostlarım birisi sağ olsun, böyle adında deyim, o məzlum bir insanıdır. O hiç ciddinqata deyildi, günahı da yoxudur. Tutdular, çok işkəncəli vurdular. Məhəmməd Taşçıcı vardı Təbrizin münəccimindən. Götdü bir Taşçıcı ilə Astarıya. Astara, ben gördüm, inanmadım. Aynen Ərdəbil, aynen Ərdəbil ləhcəsi, aynen %100 xalis, muxlis Oğuz tühləri. %100 deyirəm, %100. Üstünladık orada. Sen nasıl bahsedersin? Kesersen Azerbaycan'ın parmakların kesen kimi yapıştırırsan ciyana. Ey göğe millet, sahipsiz vətənin batması haktır. Buna icazə vermeyeceksen. Astayanın sahabı var. Astayanlar özü. Ədəbil məmtədəsi. Bütün Azerbaycan qalxmalı dayağa ve Astayanın Ərdəbilin üstüne. Ərdəbilin de adı dəyişilməlidir. Ora Şərqi Azərbaycandır, Mərkəzi Ərdəbil. Təbrizin de Şərqi Azərbaycan adı dəyişilməlidir. Ora Mərkəzi Azərbaycandır. Mərkəzi de Təbrizdir. Bakınız, sen düğünleri əncəlini alarsan, biz susarıq, dinlərik. Astayanı da alırlar. Astayanı alarlar, susarsan, dinləsən. Yavaş yavaş gəlir Leylana. Sen necür Erdebil'in, Nil'in, Nemr'in, o cennet Tanrı'nın yarattığı cenneti Azerbaycan'dan ayırmaya çalışırsan? Yapmışık mı? Ölmüşük mü? Yokuk mu? Hayatta değil miyiz? Yaşanırık mı? Kalk hayal Azerbaycan, kalk! Ya bize kalk, yan! Ya kurtul Azerbaycan! Hayır biladır. Ben neye inkar edeyim? Ben ne diyeyim, ne demeyeyim? Varımız yokumuz kalanmaktadır. Üstümüze bir oğru, bir hırsız, bir cellat, bir katil, bir faşist düşmüş. Onun da adı Fars, faşist, Mulla rejimidir. Ey Ayetullah Xamneyi! Sana bu icazə verilmeyecek. Sana Azerbaycan'ın erimesin, itip bitmesine, verdiğin emirlerin izleye koyulmasına Azerbaycan icazə verilmeyecek. Ey Azerbaycan'da adlanan, sen Azerbaycan'ı değilsen. Özün değilsen ben İmam Həsən nəvəsiyəm. İmam Həsən Mədinəlidir. Təbəssüf buyursan, biz hiç bir etniki, hiç bir kimliği təhqiq edəmirik. Sen Azerbaycanlı değilsen, sen nənəm Türkçəni öyrənib, sənə biraz öyrədibdir. Bu kadar. Gəlib deyirsən ki, o da Ayetullah Xamneyinin Allah koysa Instagram'dan yayılır. Hanıma deyir ki, Təbrizli hanıma. O hanıma da uf olsun.
O xanıma da uf olsun, ana olsun o xanıma, ana olsun. Hem Təbrizdə olacağım. Sen uşağın 6-7 yaşında ana dili, güzel Türkçeni danışa bilmiyor. Atilla Xamne'ye soruşur, o Türkçeni başarır. Diyor, anlar. Senden gətirər anlar. Alçaqlıqdır, şərəfsizlikdir. Dil dedik şərəf və namusun başındadır. Dilini korumayan şərəf və namusunu da koruyamaz. Yani dilsiz birisi, dilin satan, namusun, şərəfi satan birisidir. Atilla Xamne nə bizi yaxşıdır? Deyir ki, o Farsdan ilə mənəsində öyrənəcəkdir. Siz evdə ona Türkçəni öyrədin. Sən bu məhəbbət verirsən, bu istismardır, bu istimardır, bu sömürgəçilikdir. Neden anayasada 15. maddəni sən icraya koymursan? Ki bu, neden Türkçe kitabının çap olmasına ve həftədə en azı 2 saat, 3 saat bir ədəbi Türkçənin öyrənə, bir de inşasını öyrənə. Lağəl ibtidaide bu ana dilinin yazmasını da okumasını minimum da olsa, az da olsa öğrene. Sen bunun başındasan. O anayasa sen ona o hakimdir. O hakim olmalıdır. Sen onun bendilerine, maddelerine ve əsrlerine əməl eləməlisən. 15. əsli icraya koymalısan. Bu məhəbbətdə sən deyəsən ki, onlara evdə öyrədin. Her halda. Cənab arkadaş, məsələ çox fotu qaldı. Bu ruhaninin məsələsini mənə işarə ediniz. Ona mən toxunum üstündə. Sayın doktor bəy, çox qısa, çünki telefon alacağıq və yenə də yəqin sizə söz verəcək. Buyurun lütfən. Baxınız, biz bütün, mən şəxsən, Mahmud Əli, Mahmud, Çehləqanlı olaraq bu millətin içicik oğlu, içicik yurdəri, yurdər yəni sərbazı, yəni əskəri, bir köləsi, qurur duyuram ki, sizin kimi bu millətin bir oğluyam, bir evladıyam, Güney Azərbaycan ya Azərbaycan Türk millətinin bir əskəriyəm. Bundan qurur duyuram. Və bütün hərəkətçilərin, bütün millətçi və hərəkətçilərin hamısının çiyinlərindən, qullarından və o kutsal biləklərindən öpürəm. Ki, bu günləri bilirəm, rejim rəhmsiz, insafsız, vicdansızdır. Bunları tutur, aparır, işkəncə edir, vurur, əzir, maddi mənəvi varlıqlarına xəsarət vurur, amma çarəmiz yoxdur. Bu bəhanı ödəməsək, bizə özgürlük, azadlıq və hürriyyət nəsib olmayacaq. Vətənimizi, millətimizi və milli varlığımızı qoruyamayacaq. Bütün hərəkətçilər, bütün quruluş və təşkilatların hamısından çəkir edir. Amma mən işarə edeyim burada və çəkir edeyim. Camov təşkilatı, bilirsiniz. Dedim, başta soruşlar bir kəlməsi azdır. Dedim ki, bu Güney Azərbaycan ne yazıq ki, bir təpənin başına çıxsaq, belə baxırsaq, sanki 35 milyonluq bir qəbristandır. Qəbir daşılar görsənir. Ərəblər deyərlər, sommun, bokmun və ömrü. Nə bir tərpəniş, nə bir hərəkət, nə bir səs, nə bir seda, nə bir etiraz. Talıyırlar, çalırlar, çapırlar bu milletin maddi mənəvi varlıqlarının üstündə. Faşizmi. Adını bir kəlmə artıraq, qoyaq uyanış. O gündən oldu Güney Azərbaycan Milli Hərəkatı yerində. Mən o kəlməni artırdım. Dedilər sizin kimdə, bizim kimdə azadlıq. Dedim, biz çox dərin, amma çox dərin bir uyanışa ihtiyacımız var. Uyanış yani intibah. Uyanış yani milli ve siyasi açıdan şuurlanma, bilgilenme ve insan olarak insani haklarımızı tanıma, demokrasi kurallarında üsulların tanımak ve haklarımızı tanımak, haklarımızı verenleri tanıyak, haklarımızı vermeyenleri, çiğneyenleri, edenleri, taplayanları tanıyak, dostlarımızı tanıyak, düşmanlarımızı tanıyak, dostlarımızla bir cephede, düşmanlarımızın aleyhine olaq. Yani uyanış. Bunun adını o da burada ve şükür olsun milletimizin doğduğu öz ucağında bilirsiniz 95-96'larda Təbriz seçkilərindən sonra Təbriz 200 bin nəfər Təbrizli var. Əsl Təbrizdir. Təbriz 2 milyon yarımdır. Bunun qalan 2 milyon 300 bini bütün Azərbaycanın hər yerindən Təbrizdə nümayəndələr. Ərdəbilli çoxdur, Urmiyyəli çoxdur, Zəncanlı çoxdur və bütün şəhərlər adları sayılır. Bunlar hamısı orada. Bunların hamısının içində biz bu təşkilatı qurduq və bizim dostlarımız var. İcazə vermək çəkir edeyim oradan. Bir günləri əzizlərimiz var. Beşikdə Camov
təşkilatının məsulları var. İçəriylə sıx, sizlər kimi. Sizlərlə var olun və uğurlar olsun, başarılar diləyim sizlərə də. Dostlarımız içəriylə sıx irtibatdadırlar və bu alçaqlığı gördülər ruhanidən, milləti çağırdılar və təşviq elədilər və bu etirazın qurulmasında və icrasında böyük rol oynadılar. Mən içəridə bütün o qeydətli, şərəfli və cəsur hərəkətlərdən ki, bu etiraz elədilər, bir millətin qoca, yaşlı bir əsər olaraq çəkil edirəm. Hər halda Cavad bəy, ruhani Təbrizi sahibsiz görürsə, baxınız, dedim sizə, Əndəli getdi, Astara getdi, Eyyanı istiri. Yaxşı, Urdada %3'üdür, %30 oldu. Yavaş bakın xəritələrə, o işarə edin burada bir yarım dəqiqə. Kişi, bu kütlər, mən kütlərin düşməni deyiləm. Orada insandır, millətdir olaraq ehtiramlarını təqdim edir. Bəli, Kürt terror təşkilatından gedir söhbət. Kürt terror təşkilatları büyünləri gətiriblər. Güney Azərbaycanın 1/3 Təbrizə qədər Kürdistan sahilində. Büyünlər bunun xəritələrini, nəqşə, coğrafiyayı nəqşələrini çap ediblər. Amerikada bəzi məsələləri təbliğ olunur. Avrupa'da təbliğ olunur. Və Kanada, Avustralya'da təbliğ olunur. Budur, baxmayacaq, qayıb olmalıyıq və haqlarımızı müdafiə etməliyik. Siz icazə verərsiniz, Əndəli geçsə, susdaz, Astara gider, susdaz, Eyyan gider, susdaz, yavaş Təbriz. Ulan Təbriz'e Kürt yoktu. Ne iş o Təbriz'de? Kürt Təbriz'de terör grubu olan Kürt. Təbriz'de ne gerekti artık? Təbriz adın boya Tavrış. Ulan Təbriz Oğuz Türk'ünün merkezidir. Təbriz Türk dünyasının çırpınan qəlbidir, yüreğidir. Təbriz Oğuz Türk'ünün atasıdır, anasıdır, dedesidir, nenesidir, orta dileğidir, yenilmez ve yıkılmaz qalasıdır. Terör grubuna bağlı olan Türk ne gerekti artık Təbriz'de, Türkçeler için Təbriz'de Yallıcı'da ve Dansı grubunun sonra Ruhani'nin karşısına. Təbriz'de biz orada hamısı ne zamanlıdır? 2002. 16 qabaq Təbriz'de Kürt yoxudu. Hiç yoxudu. Hərdən görünürdü. Kim idi? Məriz idi. İmar, xəstə gəlmiş sənəndəşdən Təbriz'de mütəxəssis döktürlərə bir gün qalıb sonra çıxıb gedirdi. Üz verməyəcək. Və hər bir urmiyyəri, hər bir xuylu, hər bir makulu əgər toprağını satırsa Kürdə, tutanını, önünü, toprağını, yerini satırsa Kürdə, o bilsin ki, şərəfin, namusun satır. Dinləri, şərəfin durup qapıda, şərəf və namusuna müştəri çağırırsa, yəni üz istəyən şərəfsizlik, namussuzluq edirsə, daha yaxşıdır ki, tutanın, bütün evini, toprağını verə terör gruplarına bağlı olan Kürtlərə. Sən verərsən, günləri yavaş urmiyyə və gördü şeyi, şuvanpərvəri. Ərbildə çıxıb səhnəyə Kermanşah, Kurdistanə, Urmu, Kurdistanə. Sən bu işi görərsən, yavaş diyor, o da çıxıb deyər ki, Urmu, Kurdistanə, o deyir. Nədir adı bunun? Ne mənə? Nədir bu Kürt millət vəkillərinin birisi? Hocalar? Yok. İndi parlamenda olan Kürt millət vəkillərinin birisi Türkiye'də adı yadından çıxdı. O bizim nə deyirdi TV'də, Türkiye'nin TV'lərinin indi əlbəttə dəf eləyiblər bunları. Amma illərcə rahatça deyir ki, Kürdistanın bir bölgəsi, bu daha 60 km uzaqda, yaxınlıqda Urmiyyəmiz var. Bu sən nə cümür deyərsən? Mənim bir cümlem vardı. Ey Yarzani, ey Kürdün terör grupları, huşunuzu başınıza yürüdün. Katkınlık eləmeyin, alçaklık eləmeyin, qonaq gəlinsiz, qonaq olduğunuzu bilin, hörmətinizi bilin, haddinizi bilin, taxtıya çıxmayın, gəldiniz qonaq
Saxçanın evine sahip çıkmaya kalkmayın. Demiştin ey Barizani. Sen düğünler, çok Barizani ne deyir? Ey millət bunlar, eşit bunlar deyil. Sayın doktor, mən bilirəm sizin sinəz doludur danışmağa. Lütfen biz telefona biz vaxt ayıra bilərik. Buyurun. İki dəqiqəyə. Barizani deyir ki, biz Təbrizi çölçəri Türklərə bırakmayacaq. Onun cevabı buyur ki, ey Barizani, sen düğünleri Urmu ve Təbrizin Kürdistan olduğunu iddia edersen, Erbil ve Dihuçu da elden verersen. Ve qonşu milletlere sığınmağa, kaçkın düşmeye mecbur kalarsan. Ey millet, lütfen kurban olun, kalk ayağa ve toprağından ve teninden, milletinden ve milli varlığından, maddi ve manevi varlığından yedur, sahip çık, müdafiələ savun. Buyurun. Çox təşəkkür edirəm və mən indi telefonlarımızı biz daha ara almırıq, telefonlarımızı açıq qoyacağıq. Sadəcə mən istərdim ki, bir daha təkrar edim ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı CAMOH lideri Sayın Doktor Mahmudəli Çehrəqani Vaşinqtondan telefon vasitəsilə bugün bizim verilişimizin qonağıdır, canlı olaraq, yəni bunu sizə təqdim edirik. Mən sadəcə Sayın Doktor özü də bunu dəfələrlə vurğuladı. Burada Kürd milləti ilə bağlı hər hansı bir sorun yox. Bir Kürd eləyə bilər asayişdə, Təbrizdə də yaşaya, nə bilim Bakıda da yaşaya, Marağada da yaşaya, heç bir önəmli deyil. Amma özünün dediyi kimi Sayın Doktorun müşkül Kürd terror təşkilatı və şirkli niyyətdir ki, bunlar gətiriblər, bu senaryonu Azərbaycanda irayə verirlər. Söhbət buradadır. Bəli.